Sabahınız xeyirli, gününüz uğurlu olsun dəyərli telesəhər izləyiciləri. Həftənin çərşənbə axşamıdır, saatlarımız 7-ni göstərir və bu da o deməkdir ki, telesəhər komandası böyük bir səylə qarşınızdadır və bugün də bir-birindən maraqlı, aktual, vacib mövzuları gündəmə gətirəcəyim mən Könül və mənim əziz, dəyərli həmkarım İskəndərin təqdimatında. Sabahın xeyir olsun Könül, sabahınız xeyir olsun əziz telesəhər tamaşaçıları. Əslində havamız da imkan verir ki, artıq yavaş-yavaş yaz rejimindən yay rejiminə keçək. Sözün əsl mənasında pəncərələri adətən açırıq, avtomobil idarə edəndə kondisionerdən yox, təmiz hava almaq üçün elə çalışırıq ki, pəncərənin qapısını açaq, daha doğrusu belə dedi, şüşəsini aşağı indirək. Lakin Könül, özün də bilirsən ki, əfsuslar olsun, bəzən elə yol gedərkən musiqiyə biraz çox səs veririk. Bəli, musiqiyə çox səs verir. Ola bilər ki, sizin musiqi zövqünüz gözəldir, individualdır, amma bunu elə özünüzə qalsa daha yaxşı olar. Çünki paytaxtın bir çox küçələrində, elə yollarda, prospektlərdə, hətta məhəllə aralarında belə tez-tez şahid oluruq ki, yüksək səslə musiqi dinləyən sürücülər var və bu təbii ki, ətrafdakı insanları da narahat edir. İstəyərdik ki, İskəndər, tamaşaçılarımızdan da soruşaq ki, ümumiyyətlə, belə halla qarşılaşanda necə reaksiya verirsiniz? O sürücülərə xəbərdarlıq edirsiniz, yoxsa sadəcə olaraq yolunuza davam edirsiniz? Bəziləri təbii ki, onu video çəkib sosial şəbəkələrdə paylaşır və hətta bu addımında